أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Bu gecə burada mənə qoşulduğunuz üçün təşəkkür edirəm. Və bu gecə çox vacib bir mövzumuz var ki, mən bunu xüsusilə bütün dünyada bizi izləyən insanlar üçün dərindən araşdırmaq istəyirəm. Bu rəcət, yəni qayıdış və ya reinkarnasiya mövzusudur və düşünürəm ki, bu son dərəcə vacibdir. Çünki bu günə qədər bütün dünyadakı müsəlmanlar inadla israr edirlər ki, reinkarnasiyanın İslamla və İbrahimi dinlərlə heç bir əlaqəsi yoxdur. Əslində, Yəhudilik və Xristianlıq və ya Yəhudilik və Xristianlığın müasir dövrdəki dırnaqarası davamçıları da reinkarnasiya inancını böyük ölçüdə rədd edirlər. Bu məni heyrətə salır, çünki Məhəmməd və Ali Muhamməddən bunun tam əksini sübut edən minlərlə, hərfi mənada, minlərlə rəvayət nəql olunub. Və biz bu gecə onlara və ya ən azından bəzilərinə nəzər salacağıq. Biz bu xüsusi rəvayətlə başlayırıq və bu çox təhlükəli bir rəvayətdir. O, İmam Sadiq əleyhissalamdandır. O buyurub, bizim mütəəmizi təsdiq etməyən və rəcətimizə inanmayan bizdən deyil. Beləliklə, müsəlman olduğunu iddia edən, Muhammed Peyğəmbərin davamçısı olduğunu iddia edən fərd, şəxs, rəcət doktrinasına inanmadıqca, Muhammedin davamçısı və ya İslam dininin bir üzvü olduğunu iddia edə bilməz. Deməli, bu bir zərurətdir. Necə ki, Allahın birliyinə inanmaq zəruridir. Necə ki, mələklərin cənnətin və cəhənnəmin varlığına və Muhammedin Allahın rəsulu olduğuna inanmaq zəruridir. Eləcə də rəcət doktrinasına, reinkarnasiya inancına inanmaq zəruridir. Budur İmam Sadiqdən başqa bir rəvayət. Orada deyilir, o dedi, Allaha and olsun, o and içir və Əhl-i Beyt imamları and içdikdə bilirsiniz ki, bu böyük bir məsələdir. Allah subhanahu və Teala ölüləri diriltməyincə, diriləri öldürməyincə, haqqı öz əhlinə qaytarmayınca və öz seçib razı olduğu dinini bərqərar etməyincə günlər və gecələr keçib getməyəcək. Yəni o nə deyir? O deyir ki, Allah subhanahu və Teala əvvəllər dünyasını dəyişmiş olanları bu dünyaya geri qaytarmayınca qiyamət günü hələ gəlməyəcək. Yer üzü hələ də mövcud olacaq. Günlər və gecələr hələ də dövr edəcək. Çünki günlər və gecələr axirətdə deyil, bu dünyadadır. Quranda rəcət varmı? Quran reinkarnasiya haqqında danışırmı? Qətiyyətlə danışır və orada buna aid onlarla, sözün əsl mənasında, onlarla ayə var. Amma biz sadəcə bir neçəsinə nəzər salacağıq. Quran-ı Kərimdəki Ənbiya surəsindən xüsusi bir ayənin təfsiri ilə bağlı bir rəvayət var. Bu həm İmam Baqir əleyhissalam, həm də İmam Sadiq əleyhissalam tərəfindən təfsir edilmişdir. Və bu həmin ayədir ki, buyurulur. Bismillahirrahmanirrahim. Həlak etdiyimiz bir məmləkətin geri qayıtması haramdır. Yəni əsasən Allah subhanahu və Teala buyurur ki, üzərinə əzab endirdiyi hər hansı bir şəhər əhli bir daha heç vaxt həyata qayıtmayacaq. Onlar heç vaxt geri dönməyəcəklər və İmam Baqir əleyhissalam və İmam Sadiq əleyhissalam buyururlar. Allahın əzabla məhv etdiyi heç bir şəhər əhalisi rəcətdə dünyaya qayıtmayacaq. Bu ayə rəcət anlayışı üçün ən güclü dəlillərdən biridir. Bunların hamısı onların sözləridir. Çünki müsəlmanlar arasında heç kim inkar etmir ki, hamı qiyamət günü geri qayıdacaq. Həm həlak olanlar, həm də olmayanlar. Ona görə də bu ayənin qiyamət günü və ya sünnilərin zehnindəki o haqq hesab günü haqqında olduğunu demək qəbul edilə bilməz. Niyə? Çünki onlar deyirlər ki, haqq hesab günü hamı bir yerə toplanacaq. Amma burada
Bu ayədə deyilir ki, həlak etdiyimiz hər hansı bir məmləkət geri qayıtmayacaq. Elə isə o haradan bəhs edir? Onlar hara qayıdacaqlar? Beləliklə ayədə geri qayıtmayacaqlar deyildikdə, bu rəcətdən, böyük qiyamətdən əvvəlki bir qayıdışdan danışır. Qiyamətin özündən yox. O ki qaldı qiyamət gününə, onların hamısı cəhənnəm oduna daxil olana qədər geri qayıdacaqlar. Başa düşürsünüz? Bəli, başqa bir rəvayətdə Əbu Bəsir nəql edir ki, İmam Baqir əleyhissalam ona dedi: İraq cəmaatı rəcəti inkar edirmi? Yəni o söhbət edir. O deyir: Onlar bunun yalan olduğunu deyirlərmi? Reinkarnasiya yalandırmı? Mən dedim, bəli. Əbu Bəsir dedi, bəli. İmam Baqir əleyhissalam buyurdu: Məgər onlar Quran oxumurlar? O günü xatırla ki, biz hər ümmətdən bir dəstəni toplayacağıq. İmam Sadiq əleyhissalam buyurub: İnsanlar bu ayə haqqında nə deyirlər? O günü xatırla ki, hər ümmətdən bir dəstəni toplayacağıq. Mən dedim: Onlar deyirlər ki, bu qiyamət gününə aiddir. O dedi: Xeyr, onların dediyi kimi deyil. Bu ayə rəcətə, hökm günündən və ya qiyamət günündən əvvəlki qayıdışa aiddir. Məgər Allah qiyamət günü hər ümmətdən yalnız bir dəstə toplayıb, qalanlarını geridə qoyacaq? Görürsünüzmü, bu nə qədər aydındır? Həqiqətdə qiyamət gününə aid olan ayə budur. Biz onların hamısını bir yerə toplayacaq və heç birini kənarda qoymayacağıq. Beləliklə, bunlar iki ayədir. Əgər hər ikisi böyük qiyamət günü haqqında danışsaydı, bir-biri ilə ziddiyyət təşkil edərdilər. Və Allah öz kitabında hər hansı bir ziddiyyət olmasından münezzəhdir. Dördüncü İmam Zeynəl-Abidin əleyhissalam bu ayə barədə dedi: Həqiqətən Quranı sənə fərz edən Allah şübhəsiz ki, səni dönüş yerinə geri qaytaracaq. O dedi: Sizin peyğəmbəriniz möminlərin əmiri, İmam Əli əleyhissalam və imamlar əleyhissalamlar hamısı geri qayıdacaqlar. Beləliklə, bu ayə əslində Allahın Muhammed peyğəmbərə verdiyi vəddir və onun ailəsi geri qayıdacaq. Bəs dualarda Əhl-i Beytin əleyhissalam insanlara verdiyi yalvarışlarda reinkarnasiya haqqında nə demək olar? Əhl-i Beytin əleyhissalam bəzi ziyarətnamələrində və ya dualarında təkrar-təkrar qarşımıza çıxan bir ifadə var. Həqiqətən mən sizin fəzilətlərinizi təsdiqləyən və qayıdışınızı iqrar edənlərdənəm. Beləliklə, Əhl-i Beyt əleyhissalam öz tərəfdarlarına dualarında bu etirafı və iqrarı etməyi öyrədirdilər. Bu, onların rəcət və ya qayıdış əqidəsinə inandıqlarına dair bir şəhadətdir. Və ziyarət-i camiyədə bundan bir stat var. Orada belə bir sətir var: Allah yaşadığım müddətcə məni sizə olan sədaqətimdə sabit qədəm etsin və məni sizin izninizlə gedənlərdən, yolunuzu davam etdirənlərdən, hidayətinizlə hidayət olanlardan, sizin dəstənizdə toplananlardan və sizin rəcətinizdə, sizin qayıdışınızda sizinlə birlikdə qaytarılanlardan etsin. Sallu ala Muhammedin və ali Muhammed. Və İmam Hüseyn əleyhissalamın ziyarətində deyilir: Səni şahid tuturam, yəni mən səni, İmam Hüseyn, şahid tuturam. İmam Hüseyn əleyhissalamın ziyarətinə gedəndə bu duanı oxumalısınız. O deyir ki, belə deməlisiniz: Səni şahid tuturam, mən sənə iman gətirmişəm və sənin qayıdışına yəqinim var. Və İmam Sadiq əleyhissalam bir rəvayətində buyurdu: Kim 40 səhər Allahı bu dua ilə, yəni əhd duası ilə çağırarsa, o bizim qaimimizin köməkçilərindən olar. Əgər o qaimin zuhurundan əvvəl ölsə, Allah onu qəbrindən çıxarar və bu duanın hər bir kəlməsinə görə Allah ona 1000 savab yazar və 1000 günahını silər.
Allahım, əgər bəndələrin üçün labid bir hökm etdiyin ölüm mənimlə onun arasına girərsə, məni qəbrimdən kəfənimə bürünmüş, qılıncım sıyrılmış, nizəm hazır vəziyyətdə çıxar ki, istər şəhərdə, istərsə də səhrada olsun, dəvətçinin çağırışına cavab verim. Onlar bu barədə çox danışıblar. Biz indi Qurandan çox qısa şəkildə sübut etdik. Çünki reinkarnasiya anlayışından bəhs edən daha çox ayələr var və dualar mövcuddur. Bəs konkret kim qayıdacaq? Hər hansı bir ipucumuz varmı? İmam Sadiq əleyhissalam bir rəvayətdə dedi: Yeri yarıb bu dünyaya qayıdan ilk şəxs Hüseyn İbni Əlidir. Deməli, qayıdanların ilki odur. İmam Hüseyn əleyhissalam özü dedi: Mən o kəsəm ki, yer ilk mənim üçün yarılacaq və mən möminlərin əmiri Əli İbni Əbu Talib əleyhissalamın qayıdışı və bizim qaimimizin qiyamı ilə üst-üstə düşən bir qayıdışla zuhur edəcəyəm. Beləliklə, burada bir ipucumuz var. Bilirik ki, qaimin vaxtı gələndə, qaim zuhur edəndə başqa kim orada olacaq? İmam Əli əleyhissalam və İmam Hüseyn əleyhissalam. Onlar əslində hamısı eyni vaxtda zuhur edirlər. Başqa bir rəvayətdə imamlar buyurublar: Xeyr, Allaha and olsun, Allah Rəsulu və möminlərin əmiri Əli İbni Əbu Talib Əs-Səviyyədə görüşənə qədər bu dünya sona çatmayacaq və keçib getməyəcək. Və orada onlar 12.000 qapısı olan bir məscid tikəcəklər. Beləliklə, indi İmam Hüseyn, qaim, İmam Əli və Allah Rəsulu hamısı qayıdırlar. İmam Sadiq əleyhissalam başqa bir rəvayətdə dedi: Bu dünyaya ilk qayıdan Hüseyn İbni Əli olacaq və o, qocaldıqdan qaşları gözlərinin üstünə düşənə qədər hökmranlıq edəcək. Və burada bizdə böyük bir ipucu var ki, İmam Hüseyn əleyhissalam qaydanda o bir canişin qismində, bir hökmdar kimi sadəcə görünmək və ya üzə çıxmaq üçün gələn biri kimi deyil, əksinə İslam ümmətinin idarəçiliyində fəal rol oynayacaq biri kimi qayıdır. Müfəssəl İbn Ömər İmam Sadiq əleyhissalamdan rəvayət edir ki, o dedi: Qaimlə birlikdə Kufənin dərinliklərindən 27 kişi çıxacaq. 15-i Musanın qövmündən, o kəslər ki, haqq ilə hidayət olunmuş və ədalətlə rəftar etmişlər. 7 nəfər mağara əhlindən, həmçinin Yuşa İbn Nun, Salman, Əbu Ducanə Əl-Ənsari, Miqdad və Malik Əşdər. Onlar onun ənsarları və hakimləri olacaqlar. Beləliklə, bu xüsusi rəvayətdə siz qaimin zamanında qayıdacaq xüsusi səhabələrin, eləcə də peyğəmbərlərin və Qurandan məşhur şəxsiyyətlərin adları haqqında daha çox məlumat əldə edirsiniz. Beləliklə, indi görürük ki, bu yalnız Əhl-i-Beyt əleyhissalama aid deyil, həm də bu şəxslərə şamil edilir. Başqa kim? İmam Sadiq əleyhissalam Qurandan başqa bir ayəni təfsir edərkən, hansı ki deyir: Bismillahirrahmanirrahim. Həqiqətən biz elçilərimizə yardım edəcəyik. Allah deyir ki, biz elçilərimizə və iman gətirənlərə bu dünya həyatında yardım edəcəyik. Bu ilahi bir vəddir. Və şahidlərin qalxacağı gün. O buyurdu: Allaha and olsun ki, bu rəcətə aiddir. Məgər bilmirdiniz ki, bir çox peyğəmbərlərə bu dünyada yardım edilmədi və onlar öldürüldülər. Onlardan sonraki imamlara da yardım edilmədi. Qalib gəlmədilər, öldürüldülər. Bu rəcət zamanı baş verəcək. O nə deyir? O deyir ki, peyğəmbərlər və övliyalar həmişə uduzublar. Onlar həmişə öldürülüblər. Həmişə qətlə yetiriliblər. Beləliklə, Allah onları geri qaytarmasa, Allahın vədi necə doğru ola bilər? Başqa bir hədisdə İmam Sadiq əleyhissalam dedi: Və 70 peyğəmbər Hüseynə qoşulacaq. Onunla birlikdə öldürülən, səhabələrindən və şəhidlərindən olanlar da onunla birgə geri qayıdacaqlar. Necə ki, onlar Musa İbni İmranla
birlikdə göndərilmişdilər. Beləliklə burada dünyada qayıdan başqa bir insan qrupuna dair daha bir işarə var və onlar İmam Hüseyn əleyhissalam ilə birlikdə olan şəhidlər, hətta daha çox peyğəmbərlərdir. İmam Baqir əleyhissalam başqa bir rəvayətdə deyir: Həqiqətən Danyal və Yuşa möminlərin əmiri İmam Əli ibn Əbu Talib əleyhissalamın yanına çıxacaqlar və deyəcəklər: Allah və onun rəsulu doğru söylədilər və Allah onlarla birlikdə Bəsrəyə 70 nəfər göndərəcək. Beləliklə bu onların xüsusi bir mövqeyə sahib olacaqları müəyyən bir vaxtda baş verəcək. Bu iki böyük peyğəmbər möminlərin əmiri əleyhissalamla birlikdə olacaq və onlar şahidlik edəcəklər. Müfəssəl İbn Ömər dedi: Mən Əba Abdullah İmam Sadiq əleyhissalamın belə dediyini eşitdim. 13 qadın da geri qayıdacaq. Beləliklə, indi görürük ki, bu yalnız kişilərə məxsus deyil, həm də bu dünyaya qayıdacaq və reinkarnasiya edəcək çoxlu qadınlar da var. Reinkarnasiya onlara da şamil olunur. Müfəssəl dedi: Onlar qaimlə birlikdə nə edəcəklər? O dedi: Onlar yaralıları müalicə edəcək və xəstələrə qulluq edəcəklər. Eynilə Allah Rəsulunun sallallahu aleyhi və alihin zamanında etdikləri kimi. Mən dedim: Onların adlarını mənə de. O dedi: Qənvə binti Rəşid, Ümmü Əymən, Həbbabə, Süməyyə, Zübəydə, Ümmü Xalid, Ümmü Səid, Səbanə və Ümmü Xalid. Və aydındır ki, bunlar Musanın dövründəki imamları dəstəkləyən böyük qadınlar və Məhəmməd Peyğəmbər sallallahu aleyhi və alihin dövründən olan böyük şəxsiyyətlərdir. Və İmam Baqir əleyhissalam tərəfindən deyilən başqa bir hədisdə o buyurur: Sanki mən Abdullah Əl-Amirini görürəm. Qara əmmamə geyinib, iki ucu çiyinlərinin arasından sallanır. Əhl-i Beytdən olan qaimimizin önündə dağın yamacına qalxır, 4000 nəfərə rəhbərlik edir. Hamısı təkbir deyir və geri qayıdırlar. O deyir ki, mən gələcəkdən görüntülər görürəm və sizə deyirəm ki, mənim dövrümdə olan səhabələrdən bəziləri qaimlə birlikdə qayıdacaqlar və 4000 nəfərə rəhbərlik edəcəklər. Onların hamısı rəcət edənlər olacaq. İmam Baqir əleyhissalam deyir, burada İmam Hüseyn əleyhissalamın Aşura gecəsi səhabələrinə dedikləri haqqında gizli bir rəvayət var. O nə dedi? Məhərrəm ayının 10-unda o deyir: Cənnətdən həzz alın. Allaha and olsun ki, başımıza gələcəklərdən sonra Allahın istədiyi qədər ölüm halında qalacağıq. Sonra qaimimiz zühur edəndə Allah bizi və sizi geri qaytaracaq və o zalımlardan intiqam alacaq və biz də, siz də bizə zülm edənlərin zəncirlərdə, qandallarda hər cür əzab və cəza içində olduqlarını görəcəyik. İmam Əli ibn Əbu Talib əleyhissalam buyurur: Həqiqətən Allah Adəmdən Muhammed sallallahu aleyhi və alihə qədər göndərilmiş hər bir peyğəmbəri mütləq dirildəcək. Yəni bütün 124 min nəbi və elçi geri qayıdacaq. Onlar mənim qarşımda həm dirilərə, həm ölülərə, həm insanlara, həm də cinlərə qarşı qılıncla vuruşacaqlar. İmam Sadiq əleyhissalam buyurur: Sanki Hümran ibn Əyun və Meysər ibn Əbdüləzizin Səfa ilə Mərvə arasında insanlarla qılıncla vuruşduqlarını görürəm. İmam Əli ibn Əbu Talib əleyhissalam buyurur: Allah mütləq Adəmdən Muhammədə qədər göndərilmiş hər bir peyğəmbəri dirildəcək. Onlar mənim qarşımda həm dirilərə, həm ölülərə, həm insanlara, həm də cinlərə qarşı qılıncla vuruşacaqlar. Və şübhəsiz ki, mənim qayıdış ardınca qayıdışım olacaq. Mən reinkarnasiya və rəcət edəcəyəm və mənim rəcət ardınca rəcətim olacaq. Mən qayıdışların, rəcətlərin və geri dönüşlərin sahibiyəm. Hücumların və ilahi intiqamların sahibiyəm. İmam Sadiq əleyhissalam dedi: Həqiqətən mən Allahdan İsmail barəsində istədim. Çünki onun İsmail adında bir oğlu var idi və şiyələr elə düşünürdülər ki, o, onun canişini olacaq. Lakin o, onun sağlığında vəfat etdi. Beləliklə, İmam Sadiq əleyhissalam dedi:
Həqiqətən mən Allahdan oğlum İsmail barəsində istədim ki, onu məndən sonra sağ saxlasın, lakin Allah qəbul etmədi. Lakin o, onun üçün başqa bir məqam bəxş etdi ki, o, Rəcəddə özünün 10 səhabəsi ilə birlikdə geri qaytarılanların ilklərindən olacaq və onlardan biri onun bayrağını daşıyacaq Abdullahdır. Müfəssəl İbn Ömər dedi, biz Qaim və bizim yoldaşlarımızdan ölüb, onu gözləyənlər haqqında danışırdı. Əbu Abdullah əleyhissalam dedi, Qaim qiyam edəndə qəbrində olan möminə xitab olunacaq. Ey filan kəs, ağan zuhur etdi. Əgər istəyirsənsə ona qoşul. Əgər Rəbbinin ikramında qalmaq istəyirsənsə qal. Beləliklə, indi görürük ki, bu təkcə övliyalar deyil, təkcə nəbilər və elçilər deyil, təkcə Əhl-i-Beyt əleyhissalam deyil, həm də möminlərdir. Hər dövrdə və hər əsrdə həqiqi möminlərin bu dünyaya geri qayıtmaq fürsəti olacaq. Bəs insanlar həmişə qayıdırlar, yoxsa bu sadəcə bir dəfə olan hadisədir? Gəlin görək onlar həmişə reinkarnasiya edirlər, yoxsa bu sadəcə Qaimin zamanındadır? Müfəssəl İbn Ömər dedi, bir gün biz 12 nəfər Əbu Abdullah İmam Sadiq əleyhissalamın yanına daxil olduq. Orada İsa'nın 12 həvarisi kimi ətrafında dayanan 12 nəfər var idi. Onlar İmam Sadiqin ətrafında oturmuşdular. Əbu Abdullah bizim hər birimizi fərdi şəkildə salamlamağa başladı. Hər birimizi bir peyğəmbərin adı ilə çağırırdı. O birinə dedi, Əssəlamu aleykə ya Nuh, salam olsun sənə ey Nuh və digərinə deyirdi, salam olsun sənə ey İbrahim və salamladığı sonuncu şəxsə dedi, salam olsun sənə ey Yunus. Sonra o dedi, peyğəmbərlər arasında heç bir üstünlük yoxdur və ya bir peyğəmbəri digərindən üstün tutmayın və burada böyük bir işarə var. Bu, İbrahimin, Nuhun və Yunusun 6-cı imamın, İmam Sadiq əleyhissalamın zamanında reinkarnasiya etdiklərinə bir işarədir. Müfəssəl İbn Ömər dedi, həqiqətən Əbu İsmail, yəni Əbul-Xəttab ilə birlikdə 70 peyğəmbər öldürüldü. Onların hər biri görmüş və hər birində peyğəmbər həlak olmuşdu. Cümlə biraz qəribədir və biz burada bir dəqiqə ərzində onun mənasına gələcəyik. Lakin rəvayətdən indiyə qədər çox aydın şəkildə başa düşdüyümüz budur ki, Müfəssəl İbn Ömər 70 peyğəmbərin Əbul-Xəttabın zamanında reinkarnasiya etdiyini və onların hamısının həlak olduğunu deyir. Və aydınlaşdırma üçün Biharul Ənvara baxanda orada onların bəyanatı deyilir. Hər biri görmüş ifadəsi rəvayətin müxtəlif nüsxələrində görünür. Bəzi versiyalarda belə oxunur. O gördü və onun daxilində bir peyğəmbər olaraq həlak oldu. Yəni onların hər biri Allahı gördüyünü iddia etdi və peyğəmbərliyə inanaraq həlak oldu. Yəni ya öz peyğəmbərliklərinə, ya da Əbul-Xəttabın peyğəmbərliyinə inanaraq, yaxud Əbul-Xəttaba kömək edərkən həlak oldular. Digər versiyalarda həlak oldu və onunla birbaşa danışdı kimi oxunur ki, bu daha aydın oxunuşdur. Və yenə digərlərində Allahın birliyini bəyan etdi və onunla birbaşa danışdı kimi oxunur. Yəni onlar Allahdan başqa ilah yoxdur dedilər. Eyni zamanda uca Allahla birbaşa danışdıqlarını iddia etdilər. O onların iddia etdiklərindən çox ucadır. Bütün bu oxunuşlarda əvəzlikləri İmam Sadiq əleyhissalama aid etmək də mümkündür. Çünki bəziləri ona üluhiyyət isnad edirlər. İndi bizdə Həftüş Şərifdə imama ən yaxın səhabələrin çox yüksək bir fərqindəlik səviyyəsində olması anlayışı var. Beləliklə bunlar 10-cu dərəcəyə çatmış insanlar idi. Salman kimi, Müfəssəl İbn Ömər kimi, Əbul-Xəttab kimi və onlar o yüksək fərqindəlik səviyyəsinə çatdıqları üçün kim olduqlarını dərk etdilər, kim olduqlarını xatırladılar. Onlar reinkarnasiya etmiş nəbilər və elçilər olduqları qənaətinə gəldilər. Və həmçinin öz zamanlarının imamı haqqında nəsə bildikləri və dərk etdikləri bir səviyyəyə çatdılar. O nəsə nədir? Burada görəcəyik və mən Həftüş Şərifə müraciət edəcəyim. Müfəssəl dedi, ey ağam, Hüseynin yanında o zamanlar müvahhid olan möminlərdən kimsə var idi? İmam Sadiq əleyhissalam buyurdu.
Onun yanında müvahhid bir mömin var idi və o, başqa bir qılıqda indi də bizim yanımızdadır. İndi əgər Həftüş Şərifdə başqa bir yerə getsəniz, bu Kərbalada olarkən Cəbrail və İmam Hüseyn əleyhissalam arasındakı söhbətə istinad edir. Və İmam Hüseyn əleyhissalam Cəbraildən soruşur: "Mən kiməm?" Və Cəbrail imamın bəzən Allahın pərdəsi olduğunu dərk edərək deyir ki, sən vahid və qəhhar olan Allahsan. Beləliklə o bəzən birbaşa Allahla danışır, bəzən də imamla danışır. İmam Sadiq əleyhissalam dedi ki, onun yanında bu həqiqi müvahhid möminlərdən biri var idi. Yalnız biri, təsəvvür edə bilirsiniz, Kərbalada İmam Hüseynlə birlikdə özünü fəda edənlərin hamısının arasından yalnız biri o səviyyəyə çatmışdı. Müfəssəl dedi, Əbülxəttab gəldi və mən dedim, ey Əbülxəttab, gəl, ağam Sadiqin dediklərinə qulaq as. Sonra Əbülxəttab dedi, bəli, mən onunla idim. Sonra İmam əleyhissalam söhbətinə davam edərək buyurdu. Onlar Hüseyni mühasirəyə aldıqları zaman Hüseyn, Cəbraili, Mikaili və İsrafili çağırdı və onlar Ləbbeyk ey Rəbbimiz dedilər. Hüseyn əleyhissalam buyurdu ki, məni havaya qaldırın. Beləliklə Hüseyn əleyhissalam və qulamı Cəbrail yuxarı yüksəldilər. Onlar şiddətli əzabı görməyənədək inanmazlar. Sonra o, Subhan və Taala əziz və müqtədir şəkildə onları dərgahına qaldırdı. Müfəssəl İbn Ömər dedi, ey Mövlam, Hüseyn əleyhissalamın əshabı Cəbraili görə bilirdilər. İmam buyurdu, bəli, onlar Mikaili və İsrafili də görürdülər. Və mən onları görürəm, sən də görürsən. Müfəssəl dedi, ey ağam, mən Cəbraili, Mikaili və İsrafili görürəm. O minhussalam dedi, bəli. Müfəssəl dedi, bir surətdə yoxsa müxtəlif surətlərdə. O minhussalam buyurdu, doğrusu bizim surətimizdə. Müfəssəl dedi, ey Mövlam, mən Cəbraili nə zaman görmüşəm? O buyurdu, sən bu gün onu görmüsən. Müfəssəl dedi, harada? O buyurdu, bu evimizdə. Müfəssəl dedi, nə vaxt? İmam buyurdu, bu ərəfələrdə. Onun səninlə söhbət etməsini istəyirsən? Müfəssəl dedi, vallahi istəyirəm. O buyurdu, ey Əbülxattab, sən Cəbrailsən? Əbülxattab dedi, vallahi mən Cəbrailəm. Vallahi mən məlun Ömər İbn Səədin yanına göndərilən, onunla danışan, onun və əshabının üzünü atəşə sürtən kəsəm. Mən onun əmri ilə onları cəzalandırmaq üzrə vəzifələndirilmişəm və mən ilk Adəmin əshabıyam. O mənə məxluqata elə bir qışqırıq ilə qışqırmağımı əmr etdi ki, əlaqələr kəsildi və mən onları zəncir və qandallarla bağladım. Mən öz qövmünü Allaha ibadətlə və onun vəhdaniyyətinə dəvət edən Nuhun əshabıyam. Lakin onlar qəbul etmədilər. Mən də onlara tufan ilə tüpürdüm. Mən İbrahimi inkar edib atəşə atdıqları zaman onun əshabı idim. Vallahi mən onunla idim və atəşin istisindən zərrə qədər nə mənə, nə də ona zərər verdi. Mən Danyalın tabutun və Suhufun əshabıyam. Vallahi onu öz əllərimlə və öz dəsti xəttimlə yazdım. Mən heç vaxt onun rübubiyyətinə şəkk etməmişəm və əsla etməyəcəyəm. Mən Musanın, İsa'nın, Muhammedin sallallahu aleyhi və alihin əshabıyam. Mən Əbülxəttab, Əbu Təyyibatam. Mən Lut qövmü üzərinə şiddətli qışqırdım və onları həlak etdim. Mən hər əsrdə, bütün zamanlarda, müxtəlif surətlərdə, fərqli adlarda, bütün imamlarla birlikdəyəm. Mən qaimin əlləri arasında onunla birlikdəyəm. Mən onun qılıncı ilə zalımları həlak edərəm. O mənə əmr edər, mən də itaət edərəm. Mən Rəbbimin əmri ilə dirildərəm, öldürərəm və ruzi paylayaram. Və tamamilə yeni bir sual, yeni bir fəsil açır. Və bu o anlayışdır ki, indi təkcə nəbilər, elçilər, salihlər, şəhidlər və övliyalar deyil, həm də
Mələklər reinkarnasiya edir və insan surətində zühur edirlər. Bir xüsusi rəvayətdə Əbu Abdullah əleyhissalam dedi: "Halqa tamamlanmadan qaim xüruc etməz." Mən soruşdum: "Halqanın tamamlanması neçə nəfərdir?" O cavab verdi: 10.000. Cəbrail onun sağında olacaq. Beləliklə Həftü Şərifdə indicə oxuduğumuzun təsdiqi var və Mikail onun solunda olacaq. Sonra o müzəffər bayrağı dalğalandıracaq və onunla addımlayacaq. Şərqdə və qərbdə elə bir kəs qalmayacaq ki, onu lənətləməsin. Bu Allahın Rəsulunun bayrağıdır ki, Bədr günü Cəbrail onun altında enmişdi. Beləliklə artıq yalnız Cəbrail deyil, həmçinin Mikail də zühur edir. Və digər rəvayətlərdə İsrafil də bura daxildir. Və çoxları həm sünnilər, həm şiyələr bu məşhur rəvayəti bilirlər. Cəbrail Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihin yanına Dihyə əl-Kəlbi surətində gəlirdi. Dihyə Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin səhabələrindən biri idi. O insan surətində görünürdü və bu səhabələrin qeyd etdiyi və fərqinə vardığı bir şey idi ki, Peyğəmbər nə vaxt Cəbrail ilə danışsa, onlar əslində onun sadəcə bu səhabə ilə danışdığını görərdilər. Bu əslində sir deyil. Çünki Qurani Kərim deyir ki, əgər biz bir elçini mələk etsəydik, mütləq onu bir kişi surətində edərdik və onları hazırda düşdükləri şübhəyə mütləq yenidən salardıq. Bu nə deməkdir? Yəni Allah insanlarla danışmaq üçün bir mələk göndərsəydi, onu insanların arasında onlar kimi görünən bir insan surətində göndərərdi və insanlar onu tanımazdı. Əbu Abdullah əleyhissalam buyurdu: Allaha and olsun, Əli ibn Əbu Talib əleyhissalam mühəddəs idi. Mühəddəs nədir? İlahi elmlərin ilham olunduğu şəxs. Və Salman da mühəddəs idi. Dedim, bu məfhumu mənə izah et. Bu mühəddəs nədir? Dedi, Allah Əliyə bir mələk göndərərdi. O mələk onun qulaqlarına toxunub filan şeyləri deyərdi. Deməli, artıq bu kateqoriya var ki, nə nəbidir, nə elçi, Əlinin timsalında bir imam var. Amma bu yalnız imamlara aid deyil. Çünki aydın görünür ki, Salman da bu kateqoriyadadır. Deməli, yüksək mərtəbəli səhabələr var ki, imanın 10-cu dərəcəsinə çatırlar. Onlar imanın 10-cu dərəcəsinə çatanda onlara nə olur? Onlarda bu qabiliyyət yaranır, mühəddəs olmaq. Yəni mələklərdən vəhy almaq, mələklərlə bir şəkildə əlaqədə olmaq qabiliyyəti yaranır. Həsən İbn Mənsur dedi, mən İmam Sadiq əleyhissalamın yanına getdim və ondan soruşdum. Salman mühəddəs idi? O dedi, bəli. Mən dedim, onunla birlikdə kim danışırdı? Dedi, şərəfli mələk. Dedim, əgər Salman bu məqama sahibdirsə, onda onun dostu İmam Əli hansı məqamdadır? O bunu ağlında oturda bilmirdi ki, yəni nə danışırsan? Əgər Salman mühəddəsdirsə, mələklərlə danışırsa, onda İmam Əli əleyhissalam nədir? O yalnız mühəddəs ola bilməz. Bundan qat-qat uca bir şey olmalıdır. O ona cavab verdi. Niyə gedib öz işinlə məşğul olmursan? Bəs Rəcəddə imam nədir? Səhabələrdən biri dedi. Mən Əbu Abdullahdan bu ayə haqqında soruşdum. Bu bizim bəxşişimizdir. İstədiyinə ver, istədiyinə vermə. Haqq hesabı yoxdur. O buyurdu, bu ayə Süleyman Peyğəmbərə böyük bir səltənət verildikdə şamil edilmişdi. Sonra bu ayə Muhammed Peyğəmbərə şamil edildi. Yəni Muhammed Peyğəmbər istədiyi şəxsə istədiyini verə bilər və istədiyini də çəkindirə bilər. Və Allah ona Süleymana verdiyindən daha çox şey verir. Çünki ayədə buyurulur, Peyğəmbər sizə nəyi verirsə götürün, sizə nəyi qadağan edirsə ondan çəkinin. Beləliklə bir anlığa yavaşlamalıyıq. Sözlərin üzərində düşünməli, onları yaxşı analiz etməliyik. O nə deyir? Deyir ki, Allah Süleymana bir səltənət verdikdə ona dedi ki, bu səltənət, bu hakimiyyət, bu güc, bu insanlar, bu mülk, bu sərvət hamısı mənim sənə olan hədiyyəmdir.
Ey Süleyman, sən bu hədiyyələrdən, bu pullardan, mülkdən, heyvanlardan və istədiyin şəxsə verə bilərsən. Və istədiyin şəxsə də bunları qadağan edə bilər və onu çəkindirə bilərsən. Və heç kim səni ədalətsizlikdə ittiham edə bilməz. Niyə? Çünki bunların hamısı sənindir. Bu bizim sənə olan hədiyyəmizdir. Sən bunu edə bilərsən və buna görə heç vaxt sorğu-sual olunmayacaqsan. Çünki mən bunu sənə vermişəm. Möhtəşəmdir, elə deyilmi? Sonra deyir ki, bu güc, bu qabiliyyət Muhammed Peyğəmbərə də verildi və Allah Muhammedə Süleymana verdiyindən daha çox şey verdi. Və bu da birbaşa dünən oxuduğumuz hədislərlə, dünənki dərsimizdə oxuduğumuz hədislərlə üst-üstə düşür. Niyə? Çünki Allah Muhammedə növbəti ayəni verdi və növbəti ayə deyir: Peyğəmbər sizə nəyi verirsə götürün və sizə nəyi qadağan edirsə ondan çəkinin. Bəs bu nə deməkdir? İmam Sadiq əleyhissalam dedi, mən onun belə dediyini eşitdim. Allah öz rəsulunu tərbiyə etdi və onu istədiyi şəkildə kamilləşdirdi. Sonra ona etibar etdi və dedi: Peyğəmbər sizə nəyi verirsə götürün, sizə nəyi qadağan edirsə ondan çəkinin. Allah öz rəsuluna etibar etdiyi hər şeyi bizə də etibar etdi. Bu isə nə deməkdir? O deməkdir ki, Allah Muhammed Peyğəmbəri yaxşı bir insan etdi və sonra onu azad buraxdı və dedi: Ey insanlar, bu insanın sizə söylədiyi hər şeyə əməl edin. Allah ona Musaya verdiyi kimi konkret əmrlər toplusu vermədi. Sadəcə dedi ki, ey insanlar, Muhammedin sizə söylədiyi hər şeyə əməl edin. Və Muhammedə verdiyi hər şeyi Əhl-i Beytdən olan imamlara da verdi. Bir sahabə İmam Sadiq əleyhissalamın yanına daxil oldu və onun belə buyurduğunu eşitdi. Həqiqətən Allah Taala Peyğəmbərini sevgisi ilə tərbiyə etdi və dedi: Həqiqətən sən böyük əxlaq sahibisən. Beləliklə Allah Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin əxlaqını və ədəbini formalaşdırdı. Sonra ona etibar etdi və dedi: Peyğəmbər sizə nəyi verirsə götürün, sizə nəyi qadağan edirsə ondan çəkinin. Və dedi: Peyğəmbərə itayət edən Allaha itayət etmiş olur. Sonra dedi: Həqiqətən Allah məsələni Əli ibn Əbu Talibə həvalə etdi və ona etibar etdi. Beləliklə siz itayət etdiniz, insanlar isə inkar etdilər. Odur ki, biz danışanda danışın, biz susanda susun və biz sizinlə Allah arasındayıq. Bizim işimizə qarşı çıxmaqda xeyir yoxdur. İndi isə bu həqiqətən möhtəşəm bir hədisdir. Həqiqətən möhtəşəmdir. Baxın, gəlin bunu birlikdə oxuyaq. Əbu Cəfər əleyhissalam dedi: Allah Rəsulu gözün kəffarəsini, canın kəffarəsini müəyyən etdi. O şərabı və bütün sərxoş edici şeyləri qadağan etdi. Bir nəfər ondan soruşdu: Peyğəmbər bunu heç bir vəhy almadan etdi? O cavab verdi: Bəli, belə ki insanlar bilsinlər ki, kim Peyğəmbərə itayət edir, kim etmir. Başa düşürsünüz burada nə deyilir? Burada deyilir ki, diyyə, yəni qan bahası, kimisə öldürdükdə və ya kiməsə zərər verildikdə ödənilən məbləğ. Bütün bu hökmlər insanlar tərəfindən Allahdan gəldiyi düşünülərək tətbiq olunur. Amma onlar Allahdan gəlməyib. Sadəcə Muhammed Peyğəmbər sallallahu aleyhi və alihdən gəlib. Əslində Allah özü heç vaxt şərabı və hər hansı sərxoş edici bir şeyi qadağan etməyib. Heç bir ayə nazil etməyib. Heç bir əmr verməyib ki, şərab və bütün sərxoş edicilər haramdır. Bunu kim etdi? Bunu biz Əhl-i Beytin sözlərindən bilirik. Yəni Muhammedin övladları bunu açıqlayıblar. Soruşulduqda ki, Peyğəmbər bunu vəhy olmadan etdi, onlar buyurdular ki, o bunu öz istəyi ilə etdi. Sadəcə qərar verdi ki, belə etsin. Soruşulanda ki, Peyğəmbər bunu hətta vəhy nazil olmadan mı etdi, o bunu sadəcə öz iradəsi ilə etdi. O sadəcə qərar verdi ki, belə etsin. Onlar dedilər ki, bəli. Ona görə ki, insanlar Muhammed Peyğəmbərin qüdrətini, əzəmətini bilsinlər və bilsinlər ki, kim Peyğəmbərə itayət edir, kim etmir. Və beləliklə nəticə olaraq biz bilirik ki, Rəcəddə imam kimdir? O nəbilərin varisidir, elçilərin varisidir. Ona Süleymandan daha böyük bir səltənət verilib və onunla birlikdə
Muhammed peyğəmbərə sallallahu alayhi və alihi və onun canişinlərinə verilmiş səlahiyyət var. Heç vaxt hesaba çəkilmədən hər kəsə istədiyi şeyi bəxş etmək və heç vaxt buna görə hesaba çəkilməli olmadan hər kəsə istədiyi şeyi qadağan etmək. Bütün məsələ, bütün planet və bütövlükdə din, hansı ki bu Süleymana verilməyən bir şey idi. Yalnız Muhammedə və onun canişinlərinə verilmişdi və bu onun əlində idi. Və beləliklə o yeni bir din, yeni bir kitab, yeni bir şəriət, kafirlərə ağır gələn, lakin rəcət edənlərin hamısına bal kimi şirin olan yeni bir məsələ ilə gələcək. Allah sizi qorusun və əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.